Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri. Fırç. Haradayıq? Ləzzət axtarışında bu dəfə Astaradayıq. Çatar çatmaz bu qız başladı yeməyə. Mən də yola çıxardı. Dedim ki, biraz səbirli olaq. Amma rayonda bir şeyin təndir çörəyin dadı başqa olur. Yolsu təndirdən gözəl nə ola bilər? Deyirsən, özəbə kəndin içində. Bəh. Hava da macıdır burada. Ləzzət axtarışında artıq ikinci dəfədə Astaradayıq. Onsuz da buranın yeməkləri, bu canımın yeməkləri bitməz, tükənməz qədərdir. Ötən bölümdə başqa yeməklər var idi. Bu dəfə də başqa yeməklər olacaq. Uyuyam. Amma ondan qabaq gedəcəyik. Sənin sürprizin var. Sən çay sevənsən axı. Astara çaya. Astara çayda təbii yığılmış çaydan orada bir çay süfrəsi bizim üçün hazırlayıblar. İçəcəyik. Ondan sonra gedib yiyəcəyik. Getdik. Ləzzət axtarışındayıq. Bu dəfə Astaranın ən böyük kəndlərindən biri olan Pensər kəndində qonaq olacağıq. Ləzzət axtarışında Azərbaycanımızın bölgələrini gəzə-gəzə hətta ucqa rayonlara belə gedib çıxırıq. Amma buna baxmayaraq, alış-veriş bizim üçün problem heç vaxt olmuyor. Çünki qənaətin məkanı Oba Market hər yanda var. İndi nə edirik Ulya? Gəl gedək bazarımızı elə, gedək pişir düşürə. Getdik. Salam Natiq müəllim, necəsiz? Keyfiniz əhvalınız? Salam, hər vaxtınız xeyir olsun. Astarada Təşəkkür bu edirik. gözəl təbiət vaxtı, may ayında. Çox sağ ol. Elə ki, tam vaxtında gəlmişsiniz. Maşallah olsun. Elə baxıram təbiətimiz, üzbəyüzdə sizin bu gözəl Astara çay. Bəli. Necəsiz, yaxşısınız? Bəli. Demək, siz hazırda Azərbaycanımızın yerli brendi olan və o brendin istehsalına məşğul olan, yəni Green Plant Məhdud Məsuliyyətli Cəmiyyətindəsiniz. Aha. Və bu cənub bölgəsində, Lənkəran Astara iqtisadi zonasında tanınmış bir müəssisədir. Yerli çayın istehsalı ilə məşğuldur. Azərbaycanda da bu brend kimi tanınır. Maşallah, Astaranın, Lənkəranın çayı Natiq müəllim də dilləri əzbərdir də. Bəli, elədir. Onu köhnə SSR vaxtında da, yəni bizim bu zonanın çayı çox məşhur olub, elə həmçində indi. Bəli. Mən bir dəfə Hindistandan qonağım gəlmişdi, onu apardım Azərbaycan çayına tanış edirdim. Dedi ki, Azərbaycan çayı Hindistan çayından daha gözəldir. Yəni bunu Hindistanın özü boyunca. Gizlin deyir, qoy deyim, bu yaxınlarda cənab prezidentimiz yəni Çində səfərdə idi. Yəqin ki, o epizodlara baxdı. Bəli. Onun qarşısında yəni bizim istehsal etdiyimiz yerli çay və limon qoyulmuşdu və o böyük fəxarətlə də bunun haqqında həm məlumat verdi, həm də dedi ki, Təşəkkür edici məhsullarımız var bizim ümumiyyətlə. Ona görə belə bir fəxarətli müəssisədə kollektiv işləmək, fəaliyyət göstərmək bizim üçün çox fəxirlidir. Natiq müəllim, bunlar bizim yerli brendlərdir də. Bu fabrikamızda istehsal olunan çay hükümlərin nümunələridir. Beynəlxalq standartlıdır
Yəni dünyanın hər yerində bunlar göndərilir və Azərbaycanımızın MDB-də, Asiya ölkələrində, Avropa ölkələrində, bütün ölkələrdə olan çay deməli ticarət evlərində, ticarət mərkəzlərində bizim güşələrimiz var. Həmin güşələrdə bu çayın yəni təqdimatı aparılır. Lan sen ne için oraya çıkmışsın? Salam aleyküm. Vaziyet. Vaziyet sen niye oraya çıkmışsın? Her vaxtınız xeyir olsun. Yaxşı da. Necəsiz? Vaziyet çok iyi. Şükür, şükür. Salam aleyküm. Bu nedir böyle? Çaydır. Buna bak. Ay, Salam aşağı, salam aşağı. Aha. Olsun aşağı. Bak öyle bu da çay. ne güzelliği var. Astara çayı. Bəli. May çayı, may çayı. May çayı. Buna bak. Ulya, indi də gedək bir dənə Astaranın bu çay muzeyini gəzək. Ondan sonra da Astara çayı içək. bəh. Organik, o burnuna indi iyi gəlir, inanırsan. İşte burnuna indi gəldik. Burnuma indi iyi gəlir. Yeriz məlum. Deyir çay bizdən, qurutmaq sizdən. Dəmləmək bizdən, içmək sizdən. Nəsə, bu elçilik xeyirli olsun, sağ olun. Allah xoşbəxt eləsin. Bu kimin elçiliyidir bilmirəm. Eyşan Polinin. Bəh, çayın gözəlliyinə bax, çayın gözəlliyinə bax. Yeriniz məlum deyirəm. Gözünüz qalmasın, boğularam, yeriniz məlum. Müşrik, çayın yanına nə mürəbbə, nə şirniyyat, heç bir şey lazım deyil. Çayın öz dadı çox gözəldir. Nəsə bir aromat hiss elədim. Bəli. Təbii çay. Əsl tərimin odur da, xüsusiyyəti odur onun. May dəriminin. Bax. Çox gözəl. Bu dəhşət bir şeydir. Bəh. Burada deməli nə gördüm? Təbii baldı yoxsa? Təbii baldı. Bundan da bir, onda belə bir dənə. Ulya, Aycan, balla bu necə gedərsənizə? məncə qəşəng gedir. Bu çayla heç bala ehtiyac yoxdur. Yo, çay özü bal kimidir, söhbəti yox. Amma bu bal da nəsə xoşuma gəldi. Voley burada, voley. Salamünaleyküm, necəsiz? Salam, hər vaxtınız xeyir olsun. Hoş gəlirsən. Necəsən? Sağ ol Şinə baba. Sağ ol baba. Salam. Necəsən, yaxşısan? Sağ ol, Allah razı olsun. Xoş gəlmisən, siz gələsən. Öpürəm, gör nə gözəl, buna bax. Salam, Qırğın, hər vaxtınız xeyir olsun. Ay, necəsin, keyfiz əhvalınız? Necəsən, qardaşım, keyfin Hər vaxtınız əhvalı? xeyir olsun. Salamünaleyküm. Salamünaleyküm. Necəsiz, keyfiz əhvalınız? Xoş gəlmisiniz. Öpürəm sizi, bu həyatın ağsaqqalı deyə Ulya. Axşamınız xeyir olsun. Bu kişinin həyatında qonağı. Necəsiz, yaxşısınız? Allah sana can sağlığı versin.
Necəsiz? Keyfiniz əhvalı? Sağ ol. Keyfin Yaxşı. yaxşı olsun. Allah sizə can Sağ sağlığı ol. Hoş versin. gelmişsiniz. Günü gün Hoş olsun. gününüzə Elşanın gəlin. töyünə gələsiniz. Adama Elşanı neçə dəfə gəlir gedir evləndirə bilirik ki. Evlendir de sen. Neyini bax, mən olacaq hardan Sen tapmalı? evlendirsen. Mən necə eləyim axı? Oğlum, baba açığı deyim. Peki. Baba onlara demirəm, gizlətməm da. Gətirmişəm. Nənəni. Mən yeməyə gəlmişəm. Yeməyə gəlmişəm. Səni yemək adı ilə gətirmişəm, burada ara verəcəm sənə. Oh, Qəşəng. Bibican. Can bibi. Can bibi. Can bibi. Açım, Şina bibi. Allah sizə ömür versin. Sağ olun. Çok sağ olun. Nə bişirirsən bizim üçün? Sizin için. Doğadır, Bu düzdür. bana bu doğadır. Doğa, amma bizim doğa biraz fərqli olur. Ha? İçində Doğa. kartoşkası olur. Bizden nohut olur. Bibican, mən evdə, yəni Lənkəranda yaşadığım dövrdə mən kartoşka ilə görmüşəm onu Bəlkə o həmişə. Lənkəranda elə Yok pişir. yok. Biz onu nohutla elirik. Çambola. Aslan noxudla eləyir, Lənkəran yəqin kartoşka ilə eləyir. Bu nədir? Ömçisi. Türşidi. Ödünler. Vay, Kebap. Ha. Bu ümumi cənubda sevilən yeməkdir. Bəli, bəli. Ümumi cənubda masallı, Bəli, bəli, astara, bəli, Lənkəran, Amma adı Lelik. turşu kebabıdır. Bəli, Turşu bəli, kebab. Turşu kebab. Aha, Bəli. turşu kebab. Bizim kartuşka şüyüt pulumuzdur. Kar- Şüyütlü kartuşka. Aha, baba bunu indi eşitdim. Bəli. Şüyütlü Şüyütlü pülov. kartuşka pulu. Bu gedir, bilirsən nə, duzlu balıq ilə. Oy, Kapuçino oy, gedir. kapçonlu balık. Kapuçino. Üf, üf, üf. Duzlu balıqla gedir. Təndirdəki balığımızdır. Oo, Ləvəngi balığımız Bizim- təndirdədir. Bizim Dəhşət. bu zonanın ən məşhur bütün bayramlarda süfrəmizdə var. Bəli. Lavangi balıq. İçində belə kürüsü olur, onun içinə nəm qatırlar o. Ağzımın suyu getdi ya. mən acıdım. Özdə biz ona ziyad balığı deyirik. Nə Ziyad balığı? Ziyad balığı deyirik. Kütüm. Kütüm. Buna bak. Kutum. Ma oldu nə sən ha? Bunu da mən bişirmişim. Azar harda aş, orada baş olaraq. Bunu da mən bişirmişim. Burani pulu. Ay maşallah, maşallah. Bu boranı sən bişirdin, arvadın bişirdiyini öz adına çıxartdı. Bu da burani puludur. Boranı pulu, Peki, burani puluva süt tökülüb. südlə. Bəli, südlü burani. Oo, şirin olacak karşıya kim? Bəh. Onu rahat Gözəlliyi dessert budur. kimi Bax, də yeyə bilərik. kənddə bişirən yeməyin gözəlliyi bax budur. Boranı, pülov, süddə. Vah. Amma bu, Puluvun dadı süddür. ha? Süddür, süd. Boran puluvun dadı. Bəli, bəli, süddür. Gərək süd tökəsən onun içinə. Əla. Bibican. Bəh, buna da. Və süddən əlavə də balqabaq ona belə Mən bir dənə şirinlik bu şüydü pülov var. Bəli. Şüydü pülova biz kartoşka qatılır. Kartuşka da bunun içində, çın bula. Süddü puluvdur, üzdə kartuşka qatılıb buna. Yox, şüydü pülova kartoşkanı hər yerdə görməmişəm mən. Burada qatırlar, Astarada qatırlar. Bəli, bəli. Cənubda yoxsa ancaq Astarada? Yox, burada. Hər yerdə vururlar, indi bilmirəm sizdə necədir. Ancaq bizdə kartuşka puluva şüddə vurulur, dügüdür. Bu da qəşəng. İndi yeyərsən bah-bah ilə. Bax ilə yerə. Bəli, bah-bah ilə yeyərsən. İnşallah. Bəh. Vay baba, bizim Dəhşət, bu dəhşət. süfrələrin bəzəyi də bu balada. Bir deyəsən hala tam Biraz bişmir. qalıb, Biraz qalıb. Hala tam hazır deyil. Yox, biraz qalıb. Bu ləvəngi dediyiniz içlik, onun tərkibinə nələr daxildir? Nələr daxildir? Qoz, Bilmirsən ləvəngi necə hazırlanır? Mən bilirəm ləvəngi necə soğan. hazırlanır. Sən Qoz, soğan, Soğan, bir də ki balığın kürüsü. balığın kürü. balığın kürüsü ilə qatırlar, amma Qarışdırır. burada xüsusi əl oynayır. Ay öyle əl dadı, əl. Ləvəngini hər yerdə Turşuluq bişirirlər. verən nədir buna? Turşuluq verən turşu qatır üstünə. Turşu alça vurur içinə. İçinə alsın. Alça vururuq, nar vururuq, nar giləsi. Alçası, əzməsi yəni, Bəli, pastası. bəli, hə. Uf. Ha, onu Buna da elə indi nə qoya. pasta vurulub? Alça? Hı. Alça pastası vurulub buna? Yox, yox. Alça onun içinə, quru alça onun içinə vurur. Aha, onda bizdən qoyaq onu tam hazır olsun. Gedə hazır olan yeməklər orada var da deyəsən. Bəzidə ki, onların dadına baxaq. Qoy bu da hazır olsun, sonra gəlib bunu parçalayaq. Ay Allah. Ay senin Buydu. Ana, işte nomçi de. Tonca. Lan, işte nomçisi. Adın nə sən?
Tuncay. Tuncay da adı. Adi ilə böyüsün. Bəs onun? Nilay. Nilay. Neçə razmer geyindi uşaqlar? Oy, oy. 5, 6. 5 odur, bu 6. Bu 6'dır. Aha. Öydi. Mən onlara qoy bir dənə bezlərimizdən nə. Öyle. Mini Boss premium bezlərdir. Azərbaycan istehsalıdır. Azərbaycan istehsal olan premium bezlərdir. Al bu 5 nömrə sənin. Bu da sənin 6 nömrə. Bezlərimiz qətiyyən allergiya, qaşınma, heç bir yəni ki, uşaqlarda bir reaksiya yaratmır. Premium bezdir. Bəli. Premium bezdir. Ölkəmizdə olan premium bezlərlə demək olar ki, onlardan artıq da əski deyil. İstifadə edin, görəcəksiniz nəticəsini. Uşaqlar belə mışıl-mışıl yatacaqlar. Ən vacibi də onu həmişə qeyd edirik. İncə deyək ki, Minibosun çatdırılması var. Bir zənginiz bəs edir, sifarişiniz qapıda. Şadlıqlarda inşallah toya, bayrama geyinəsən. Ay Tuncay, ay Tuncay, ay Tuncay. Harada qalmısan bayaqdan? Bütün şəhər tıxacdı. Dediklərimi almısan? Hamısını. Hanı mənim o balaca bossum? Mənim balaca bossum! Ay, atanın ürəyi! Ala, bu da sənin mini bossun. Daha gecələr ağlamaq qutardı. Qoy ata da rahat futboluna baxsın. Sən də mışır-mışır yat. Ürəyim, mini boss bezləri Azərbaycan brendidir. Bu bezlər o qədər yumuşaq, o qədər elastikdir ki, uşaqları qətiyyən incitmir. Bax, mayəni anında özünə çəkir. Allergiya vermir, səpki vermir. Uşaqlar rahat-rahat yatırlar. Nə yaxşı? Xoşbəxt analar, xoşbəxt körpələr. Bibican, o yeməkləri bişənə qədər bu hazır nə var onun dadına baxın da. Töküm. Töküm ye də. Töküm ye də, nə istəyən məndən? Seni bakırdım yok. Seni bakırdım. Birinci Doğan töküm. Doğan dadına baxaq bir dənə, ha? Boş üstə. Doğan bad. Və sən nə deyirdin ki, Cənub bölgəsinin doğasında kartoşka olur? Yadımda da Lənkəranda mamam həmişə kartoşka qatırdı ona. Bir nana. Bir nana, gəl. Bu doğadan göyərti iz belə Bas benimki sıradan yani. gəlmir. Bana verirsən. Ona verdim, bana vermir. Bu nədir bəs? Bu kartoşka deyil. Bu. Ha kartuşka da var. Ha Kartuşka da var kine. Dinle var kine. İçindən kartoşka Bunda da çıxdı. kartoşka Nə, var. evet kartoşka. Bak deyirdin kartoşka vurmuruq. Ha? Doğanın içində kartoşka varmış. Nasıl benzer? Doğanın içində kartoşka varmış. Doğanın içindən kartoşka çıxdı. Ha? Gördün. Mən də sərdə sənin üstüne düşmüşəm ki, Cənub Mən deyəsən bölgəsində. bunu sən bişirməmisən deyəsən. Bunu başqası bişirir. Gelşanın boşsu pişirip. Ha, deyirəm də. Deyirəm də bunu bir-birinin xəbəri yox. Bayaqdan danışır ki, yox, o içindən noxud olur. Digər doğaları məsəl üçün iynəyən kimi adam buruna göyərti iyi gəlir. Bunda hələ göyərti iyi gəlmir tam. Bir bax hala dadına görə necə? Bax, çiçi. Çiçi, balı, şərbəti. Cana baba müşü cana baba. Sağ bir də çəkirik bizi. Çəkirəm də. Çəkir. Kaçda. Necədir qıza bizim doğamız? Qəşəngdir. Mən kartoşka tapdım mən. Var, balaca. Kartoşkanın da elə bir sayılıb atılıb ha bura. Doğğa super, doğğa əladır. Mən daha yedim, qutardım onu. Başqa yeməklərə yer qalmayacaq. Mənə bax. Elə yeyirsən. İndi hamı evdə bu dəqiqə baxanlar durub doğğa bişirəcəklər. Çox da. Nuş olsun sizə də. Bir dəfə də doğğa bişirəndə bir-iki dənə kartoşka soyub atın içinə.
Kartoşka ilə də bir dəneyin. Super. Bu bizim məşhur, yəni cənubun məşhur... Bu klasik plovdur, düzdür? Klasik, bilmirəm indi. Bildiyimiz sadə düyüdür. Amma cənubun ən çox sevilən pilovlarından da bu turşu kababla pilov. Turşu kabab pilov. Dünəndən bibican heç nə yemirəm ki, bilirəm burada yeməklər çeşidi çox olacaq. Heç nə yeməmişim, inansan, səhər durmuşam, bir iskan su içib gəlmişəm bibican. Can. Mən suyun üstündən yeyirəm bunu, ay bibican. Buna baxır, qoymuşdum da sən üstündə. Suyundan qoymamısan, başa düşmədim niyə? Onun indi mən dadına mən necə baxaram indi bibican. Limon vurublar bana. Limon, limon. Müşvik. Onun dadını hiss eləmək üçün ancaq burada Ancaq olmaq bunu lazımdır. yemək lazımdır. Lənkəranda yemişdim turşu kebab, amma bunun kimi dadlı deyildi. Bəlkə Doğrudan bir deyirsən, restorandan asılıydı, ola bilər. Yox, restoran söhbəti burada. Lənkəranda da bunu çox dadlı bişirirlər. Yəni Cənub zonasında mən Lənkəranda ümumiyyətlə restoranda, amma öncə restorandan aiddir ev şəraitində yesən, Əlbəttə, evdə tam başqa bir Cənubda bunu möhtəşəm bişirirlər. Bunun həm yeməyin, həm turşuluğu elə bir göyərtilərin tamı gəlməyə başlayır. Aha. Və yağ, kərə yağı, özündən sonra bir dənə qəşəng dad qoyur. Dəhşətdir prosta, dəhşət. Bəyəndin. Möhtəşəm. Turş kabab. Astarada, Penisar kəndində ləzzət axtarışındayıq. Onun üçün kapuçini gətirmişik. Nə? Kapuçini balıq. Buranı Canım ay bibim. Boran biliyorsun nə yatmışsan? Bu da kapuçini balıq. Kapuçini balıq. Bəli. İndi onun da daddan baxarıq. Boran pilov, kapuçini balıqla. Bəs nədir? Canım sana bibi. Bibican, Bəli. boranlı kapuçino balığının dadına baxmamış. Deyirəm bir dənə qəşəng. Burada bir hava yaradaq. Bizim Elvin qardaşımız buradadır. Elvin Lənkəranlı. Qəşəng bir dənə mahnı ifa eləsin. Ondan sonra o ziyad balığı da bişər o vaxtda. O ləvəngi içində, təndirdə bişir o. Olya. Bəlkə özün dilinlə dedin ki, mən burada ərə gedib qalmaq istəyirəm. Bax, özün dilinlə deyəcəksən ki, qayıtmıram mən. Ondan sonra şüydü kartoşka pilovumuz kükü ilə. Yəni, olan dadına birazdan baxarıq. Onda elə kükü də var. Ha, getdi. Aşağı var, üç çaşım var o, bu mışməni bakaş sadı, tınışçımı dardı da bu, başdığım, Azuba düştü çanada, zümandəni bu conada, haşan qıvində manada, başdığım, Az butulu mardıdam, boytunu çaş kardıdam, çama oxu çiç babe, Başdan dönü hardıdam, Az butulu mardıdam,
dönü bəsə daşdanı Çımı conada conaşdanı Başdığı bum Etimamdı kütavsidan Düşdü çaşın nəfəssidan Düşdü tonu ruhat bedən Başdığı bum Az butunu mardıdan Boytunu çaş kardıdan Çama oxu çiç babe Işda dönü hardıdan Az butunu mardıdan Boytunu çaş kardıdan Çama oxu çiç babe Işda dönü hardıdan Işda dönü hardıdan Az butunu mardıdan Boytunu çaş kardıdan Çama oxu çiç babe Işda dönü hardıdan Az butunu mardıdan Boytunu çaş kardıdan Çama oxu çiç babe Işda dönü hardıdan Işda dönü hardıdan Elbim hoş gelmişsin Çamboli. Hoş gelmişsin kardeşim. Az kardeş, sen de hoş gelmişsin bizim cənub elinə, gözəl aslarımız. Həmişə vətənində. Ben bu taraflarda tez oluram. Əslində bura xoş gəlmiş adam mənəm. Siz onsuz da öz vətəninizdəsiniz. Hoş Necəsən gəlmişsən, qardaş? Xoş səfalar gördük. gətirmisiniz. Var ol. Verilişiniz uğurlu olsun inşallah. Öpürəm. Xoş oldu mənə də dəvət üçün. Çok sağ ol kardeşim. Hər Sen de nazı konağımız nimətimiz sana. var, amma mən də sizin qulluğunuzda dura bilərəm. Maşallah. Öpürəm. Burada her şey bugün Elşan kardeşim sağ olsun. Allah onun canını sağ eləsin. Elşanın toyunda inşallah. Elşanın toyunda inşallah. O söz verdik. O Elçənin Bana bak. toyunu bütün deyəsən Astara rayonu gözləyir. Gözləyir, ha. Elçən evlən də zəhmət olmasın, tez evlən. Evlənəcək. Daha Tez evlən. Bu da bizə söz verib. İnşallah bu həyatda onun toyuna yığışaq. İnşallah. Bugün hər şey təşkil edib bizim üçün. Sən narahat olma. Lənkərana gələndə sən zəng vuracam. Mən diqqətimi bir şey çəkdi. Bu ifa etdiyiniz mahnı talış dilində. Bəli, bəli. Batuna mardı nə deməkdir? Batuna mardı nə? Batunu yox. Bıtını mardıdan. Nə? Az bıtını mardıdan. Azbutuna mardı da. Ay sağ ol, mən sənin üçün ölürəm. Azbutuna mardı da. Eşitdim. Mənasını Azbutuna eşitdim. mardı da. Mənim üçün. Azbutuna mardı da. Nədir mənası? Ulya, mənim üçün. Oy. Ulya, mən- Azbutuna mardı da. Məzəmma Ulya. Mənim üçün açığı mənim üçün bu tutu mardıdır. Olanlar çoxdur. Azbutuna mardı da. Şoda, azbutuna mardı da. Bəs çəş bebe. Az bıtını mardıdan. Boytunu çaş kardıdan. Çama oxu çiç babe. Çiş babe. Çiş babe nə deməkdir? Bizim axırımız nə olar? Gəl səni gözləyirəm. Çiş babe müşrik. İndi yaxşı. Mənə bax. Çiş babe. Yeməklərin axırı qalıb. İndi bizim axırımız nə olacaq? Onu yeməkləri yeyəndən sonra biləcək. Qardaş, Yeyib içmək. sən də bizim qonağımızsan ha. Allah sizi xoş Öpürəm gəlmisiniz. sən. Var ol. Çiş babe. Öpürəm. Təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Bir dörtlü puludur bu. Bak. Bəs. Nehra yağından onun üstünə. Oy. Ulya. Südlü boranılı pilov. Bu birbaşa desertdir. Mədənin bayramıdır bu. Şorba bu. Buna biz şey deyirik də bu. Cappuccino. Cappuccino budur. Cappuccino var. Canım ay bebi. Cappuccino Şirin bir ballerina. de bu. Cappuccino balık. Cappuccino.
Deməli bu biz bu çapaq deyirik də buna. Bəli. Çapaq. Oy, oy, oy. Bunu da beləsinə qoyuruq bunun üstünə. Ben bunu kopardım. Ulyam, Aycan, sən neysən belə doğradın? tumlarını tıxına ayırdım. İndi mən sənə bir dənə onun yemək qaydasını göstərim. Ulyam, Hə. bir dənə diqqətli Zəhmət ol. olmasın. Bax görsən, əllərimi yuyub hazırlamışım, tərtəmizlədim Ulyam. Yəni birdən baxıb deyərsən ki, birbaşa niyə bu əlindən yedi? Bax bunu buradan ötürüb, düzdür bu bir içindən belə tıx var, bunu bura qoyuruq. Hələ tıxın birinci mən təmizlədim ki, sonra rahat Mən də yedim. təmizləyirəm, bax. Təmizlədim, bax bunu qoydum bura. Bax bunu Ulya. Bunu belə. Bibican, Bəli. gör bunu düz yeyirəm yoxsa səhv yeyirəm? Düz bizim dada, düz. Düz yeyirəm. Düz yersən. Ha bax, Ulya bunu görsən, bax doğradım balıq bunun içinə bax belə. Bax bunu belə. Belə. Azib. Ay, sən onu lap kotlet elədin, sən onu Elə- büyük kotlet eləci elədin. dotledik. Əllə, ovucla. Elə datıdı. Bəli, elə dotledik. Bax bunu bax beləsini elədim, bax bunu belə. Bax belə, bu qaydada, görsən? Düzdür, düzdür. Bax bu qaydada da bunu Düzdür, elə yerlər. O kimi dada. O qədər də yox da, nə məcburdur. Bax, gördün, Bibi də təsdiqlədi ki, Elə yerlər kimi dada. öpürəm Bibi Ovucla sən. da əzirsin. Bax, Mən bunu- o da təbii ki, əlini tərtəmiz eləyirsən. Bu qaydada da bunu, Yeyirsən. Müşür, bax gör, düz götürə. bax bu qaydada da bunu, Oy, yox. bax, Müşür, elə götürməsən, belə götürsən bax bu necə? qaydada bunu bax beləm. Bildir, molades. Onunla Müşür. bir necə tatlı olur. Mən də bax gör. İndi bax bunu gör necə yeyir. Nə oldu? Necə yedin onu? Belə pişik. Desertlə, elə bir şirinlə duzlunun dadı qarışır. Və ağızda elə bir möhtəşəm dad yanır ki. Bəli, dotladır. Babam, Mən sən kimi olcunla dayı eləmirəm, amma budur bu. ona bənzədirəm. Yox. Bax budur. Bax budur bu. Bu. Belə. Bu qayda bax. Özə bim. Elə bilməsəz də belə də olar əslində. Özə bim ben. Babam bunun dibin belə qaşınır. Babadan qaşıdı bax belə yedim. Bax belə. Ondan sonra O 80-90 yaşda kişilər elə yeyirlər. Bəli. Əllər elə yeyirlər. axırda necə edir bax? Axırda nə olur? 100 yaş. Sana da 100 yaş arzu Artıq edirəm. öpürəm 100 yaş bibicən. görəsən. Öpürəm səni. Bax o qədər dadlı idi ki, bunu bax belə bunun içini belə təmizləyəndən sonra bax bunu belə. Ne çıxasan ki? Bax. Necə dadlı idi. Dada. Mənim əziz qardaşım, hamı bayaqdan arzu edir, mən də o arzuya bir dənə də qoşuluram. Biz çox ümumiyyət məsələyim ki, Səhərdən mən həyatı boyu heç kimin bu qədər evlənmə arzusunu bu qədər insandan eşitməmişdim. Aha, düzdür. İnşallah tez bir zamanda bütün bu insanların arzusu yerinə yetsin. Ümumiyyətlə sənin arzun var evlənməyə? Olacaq. Olacaq. Onda sənin də arzun olanda toyuna gələk bura inşallah. bu söz verib, inşallah. Ev üçün bazarlığı hardan edirsən? Bazarlığı eləyirəm Uba marketdən. Həm Marka. ucuzdur, həm keyfiyyətlidir, həm sərfəlidir. Aha. Hə, qiymətə uyğundur. Özdə, həm də yaxındır. Həm də ki yaxındır mənə. Həm də ki yaxındır. Ay sağ ol. Bəli. Ümican, bunu sana bu Buyurun. Yuzu vasitələrdir. Ya bunu belə qoyaq, Bax, düşər yox. istəyirsən sənlə qalıb bu qabları yumağa da bunlarla kömək edə bilərik.
Sağ ol, çok sağ ol. Allah canınıza değmesin. Yumyaq. Yok. Azər yuyacaq. Elşən, qardaşım. Bunu da vay saxlayama. Bunu da sən inşallah Sağ ol, çox sağ ol. o gün olsun ki bunları işlədən o adam ki var gəlsin. Gələndə. Amin, amin, amin. Amin. Gələn il inşallah görək ki artıq Hamımızın arzusudur ki Elşən evlensin. İnşallah qardaşım. İndi hər əli ki sən yuyacaqsan, özün yuyacaqsan. Sağ ol. Ha, Bibican, Can bibi. bir dənə səndən bir şey soruşum. Soruş. Bayaq dedilər ki, sənin özünün nəsə bir qrupun var. Bəli. Sən xəbərin var? Bəli. Nə? WhatsApp qrupu. Bəli. Yaşa. WhatsApp grubum var. Özdəki 72-ci ilin grup, 79-cu ilin qrupasıdır. Yox, 73-cü ildə WhatsApp qrupu var idi. WhatsApp Yox. 2013-də açılıb. O buraxılışımızdır o. Ha. İştirakçıların Bəli, buraxılışı. Ha. Bəli, sinif yoldaşlarımın qrupu deyirsə telefonumda da var. Bütün sinif qızlar, oğlanlar oradadır, hamısı. Oğlanlar yox, ancaq qızlar. Ancaq qızlardır. Ancaq qızlar. Ancaq qızlardır. Ancaq qızlardır. Ha, indi hamısının nəvə nəticə, nə Nəvəsi bilim. də var, nəticə olan hala yoxdur, nəvə olan var. Suboylar da var. Subay da var. Ha, suboy da var. Ailə qurmayıb da istəməyib. Ha, istəməyib, ailə qurmayıb. Ha. Ha. Bəh. Öyle, xoşuma gəldi bugünkü məzə. Dəhşət. Mən söz tapamıram demək. Mən bilirəm ki, sən sözü nəyə görə tapa bilmirsən demək. Çünki sən danışmaq istəmirsən bu dəqiqə, ancaq Yemək istəyirəm. Yemək istəyirsən, öyle. Dadmaq istəyirəm. Mirzə Bala müəllim, Allah sizə can sağlığı versin. Sağ olun. Həmişə bu həyata, bu elə şad günlərə gələk. Allah həmişə sizə şad günə, balalarınızın xeyir işin qismət eləsin. Bax, bu oğlanın toy günün qismət eləsin inşallah. Bütün səhərdən kişili, arvadlı, hamı burada oturanlar deyir ki, Elşənin toyu, Elşənin toyu, Elşənin toyu, Elşənin toyu. Bu Elşən bir dənə evlənsə canımız dincələr. İnşallah. İnşallah xeyirli bir zaman. İnşallah. Süfrəniz həmişə dolu olsun. Sağ olun. Xoş gəlmisiniz. Həmişə belə bizim bu gözəl Astara, cənub bölgəmizə, bu cənnət diyarə xoş gəlmisiniz. Öpürəm sizi. Var olasınız Mirzə Bala müəllim. Bu vaxtda bizim bu qapımız sizin üzünüzə açıqdır. Gələcək, orada eşitdim nəsə bir dənə də tikirsiniz orada belə. Buna sən söz vermirsən də o yayda gəlməyə. Gələcək, dincəlmə. Çünki bir qəşəng lan tikirəm. Lam tikirsən, bəh. Lan tikirəm. O lam, o meşəlinin içində orada göstərim sizə, bax orada. Mirzə Bala müəllim bir dənə o ağaclığın içində lam tikir, vay. Yiyirsən ləvəngidən, gedib uzanıb orada istirahət edirsən. Dəhşət. İndi biz istəyirik bunların da dadına baxaq. Bu ləzzət axtarışında layihəmizi izləyənlər, bu turşu badımcandan inanın mənə yeməmisiniz. Mən sizə söz deyirəm. Bunu gəlib ancaq cənubda yeyə bilərsiniz. Bax. Öyle yalan deyirəm, deyirəm ki, yalan deyirəm. Bu heç duzlu deyil, sirkə dadı gəlmir Bu dəhşət və bir şeydir. pambıq kimi yumuşaqdır. Buna bax. Adam baxanda ağzının suyu gedir. Yəni bunu ancaq gəlib cənubda yeyə bilərsiniz. Oyam dəhşət möhtəşəmdir. Bu bizim bunun da anlamağa. Bu bizim deməli İçindən qulağım. Şüydü. Kartoşkalı plov. Təşəkkür ederim. Şüydlə də. Mən də özüm üçün bu ləvəngi düzəmizdir. Və köməyim sən. Oy, bunun rənginə bax. Bax, qırğın bax buradadır. Çoxlasa ol, 2 dənə qat. Alam başı eti bunu. Bunu birbaşa qoyuram bura. Mən xoşum gəlim. Buraya. Bu ləvəngidən də var bunu. Bu ləvəngidən də Şüydü plov sənsin. kartoşka ilə Qoy bunu. və ləvəngi. Ha.
Bəs bunların içliyi niyə biri tünd bardo rəngindədir, digəri isə yox? Buna Onun bilər də sumaq qatılıb, ya göy soğan qatılıb, qırmızı soğan qatılıb. İçliklərinin rəngi fərqlidir. Cücənin ləvəngisi ayrı olur. Balığın ləvəngisi ayrı olur. Cücənin ləvəngisinə turşu vurulur, qara turşu, ona görə o qaradır. Bəs balığına vurulur? Balığına vurulur. Balığına nə gedir bəs? Balığına gedir onun pürüsü, ləvəngisi, bir də ki, cincəfil deyirik ki biz, ondan vurulur. Bunlar dəhşətdir, fəlakət. Balığın ləvəngisindən də mən bir dənə yeyirəm. Ləvənginə bax qoyursan birbaşa elə bu dadın üstünə bax Balıq kürü. Üstünə ancaq bu bundan. Loğma özünü necə hiss edirsən? Pis. İçlik qoyum sənə? Balıqdan da beləsinə bir dənə qoyayım. Aha, içlik. Aha. Biraz da içlik. Mən özümə polna paket hazırlamışam. Ha? Ləvəngi, balıq, düyü. Üstünə də badımcan sirkəsi. Bax, mən də qəşən bir dənə Yenə bu var. kotlet elədi də. Balıq. İçinə kotlet elədi də. Balıq, sonra içində kartoşka, düyü, şüyüd, hər şey var içində. Nuş olsun, hamıca nuş olsun. Bax, bunu belə yemək lazımdır. Qatdı değil mi şu? Möhtəşəm. Möhtəşəm. Öyle burada olan yeməklər hamısı bu cənubun, yəni belə deyim də, şah əsərlərdə, qonaqları olanda, bayramlar olanda bu ləvəngücüzədir. Ondan sonra bu ziyad balığıdır, küküdür. Bu həmişə süfrələrimizdə olub. Amma cənubun çoxlu yeməkləri var da, yəni bir dəfə qonaq gəlməklə bitməz də. O qədər yeməklər, sonra turşu kabab bayaqlar yediyimiz çoxlu yeməkləri var. Növbə ilə gələcəyik, yavaş-yavaş. İnşallah bir də yay aylarında gələrik, yay yeməkləri yeməyə. Məsələn, badımcan sırdağı möhtəşəm olur. İnşallah yayda. Amma bugün yediklərimiz də möhtəşəm idi. Bir daha mən çox sağlığımı bildirirəm sizə. Sənin hər bir sözünə, yaradan nur verib sənin o gül üzünə. Başımın üstə durub mənə lay lay demisən, gecədən sübhə qədər yuxu getmir gözünə. Başımın üstə durub mənə lay lay demisən, gecədən sübhə qədər yuxu getmir gözünə. Mənim ismətli anam, kişi qeyrətli anam, hara qoysan qədəmin, ora cənnətli anam. Mənim ismətli anam, kişi qeyrətli anam, hara qoysan qədəmin, ora cənnətli anam, ora cənnətli anam.
həsr eləyib öz əziz övladına. Ötürüb sevgisini bizə Zəhra xanımım. Necə baş əyməyəsən belə məğrur qadına. Ötürüb sevgisini bizə Zəhra xanımım. Necə baş əyməyəsən belə məğrur qadına. Mənim İsmətli anam, kişi qeyrətli anam. Hara qoysan qədəmin, ora cənnətli anam. Mənim İsmətli anam, kişi qeyrətli anam. Hara qoysan qədəmin, ora cənnətli anam. Ora cənnətli anam. Sponsorlar: Oba Marketlər şəbəkəsi, Mini Boss uşaq bezləri.